Belə bir əlimdə silah var. Hansı ki bitti, bitmədi. Videonu bəyəndinizsə davam eləyək. Ağzıma giribdi. Dayı sən mənə çox düşürəyim qalxdı. Bozuk kilosu bahadır. Ay çəkindir sizin işiniz burana. Ay bismillah qardaşım, qorxdum. Allahu Ekber. Salam, mən Pələng, Şah Pələng. Vay. Nə qəribə yerdə ala bura. Anca pul dəyişirlər uşaqlar burada. Gəlmişik pul almağa. Salam aleyküm. Bura elə bir yerdir ki, uşaqlar burada ancaq dollar dəyişirlər. Salam aleyküm. Ayaqqabını belə çıxardırlar. Salam aleyküm. Salam aleyküm. آقای پلنگ دوستم از آذربایجان هستم. Hoş gördük. İdris dostum. İdris. Afgandır. Afganlı. Salam. Salam aleyküm. Belə uşaqlar pul dəyişəcək indi. Qardaş çay verir. Sağ olsunlar. Çox qonaqpərvər millətdilər. Təşəkkür. Açıq çaydır yəni. Qardaşım burada nə qədər var? Nə tutardım bunu? Uşaqlar pulları belədir. Hansı ki İran pulundan dəyərlidir. Bu 500'dür gördüğünüz kimi. Biz 100 dolar verdik. 1000, 2000, 3000, 4000, 5000, 6000, 6500, 6600. Teşekkür. Teşekkür. 6600'dür. Uşaqlar valyutada da elə göstərirdi. Pulun hamısını verirdi. Bu bir aylık maaş eder mi abi burada? Devlette çalışan için eder. Hə, özəl sektorda işləyənlər üçün isə maaşlar daha yüksəkdir. Mən gedirəm artıq. Deməli, buranın hər mərtəbəsində pul dəyişirlər. Yük daşıma da var. Və silahlı əskərlər girişi qoruyur. Bilmirəm, qardaşda silahı görürsüz ya yox. Olduğum küçədə hal-hazırda sadəcə pul dəyişirlər uşaqlar. Eyni şəkildə binanın içində də gördüyünüz kimi burada bu dəqiqə pul ticarəti gedir. Salam aleyküm. Qardaşlarımız pul dəyişir. Belə yerlərdə reaksiya görəndə artıq yavaş-yavaş uzaqlaşmaq lazımdır. Çünki burada insanın heç bir haqqı, hüququ yoxdur. Hər şey ola bilər. Belə bir ölkədir. Burada balaca qaqam, məktəbli qaqam yemək yeyir. Nuş olsun. Bunlar çox dadlıdır uşaqlar. Bunlardan yemişəm. Salam aleyküm. Bunlar çox dadlıdır. Türklərin gözləməsi var ha. Ona çox bənzəyir. Namaz saatıdır. Namaz saatında insanların əksəriyyəti namaza gedir. Və Taliban gəlir, deyir ki, gedib namaz qılmalısan. Taliban demişkən, Taliban iki hissəyə ayrılır. Öz içində də Cənub və Aran bölgəsi. Yəni, Əfqanistanın ortalığı. Aran bölgəsi deyək buna. Cənub bölgəyə inkişaf eləmək istəyir. Deyir ki, qızlar məktəbə getsin, oxusunlar. Burada qızlar 6-cı sinifə qədər məktəbə gedə bilirlər. Orta Taliban isə Əfqanistanın ortasında yerləşən, hansı ki əmirlik belə onlardadır. Bunlarda prezident yoxdur, əmir var. Əmir də deyir ki, yox, qızlar sadəcə 6-cı sinifə gedə bilər. İnkişaf eləməyə biz belə yaxşıyıq. Sonrasında bir problem çıxıb ortaya. Xanımlarını həkimə aparanda görüblər ki, doktor bəydir. Ona görə də tip sektorunda oxumağa icazə var. Tip sektorunda insanlar, xanımlar daha doğrusu oxuya bilərlər. Bir də baxın, maşınların nömrəsi yoxdur. Bax, bu 1, 2, 3, 4, 5, 6, bax 7. Görürsünüz, maşınların nömrəsi yoxdur. Əksəriyyətinin. Bu maşının da eyni şəkildə. Salam aleyküm. Maşınların niyə nömrəsi yoxdur desəz, uşaqlar rüşvətlə bu maşını gömrükdən keçirdirlər və Əfqanistan hökuməti də deyir ki, mən bunu qəbul eləmirəm. Amma rüşvətlə salırlar ölkəyə. Baxın, bu maşınların da nömrəsi yoxdur. Bunların qiyməti normal nömrəli maşınlara nəzərən daha ucuzdur. Üzr istəyirəm, ucuz qiymətdir. Dəhşət küləyi var uşaqlar.
qiyməti daha ucuzdur. Əlavə olaraq da onu deyə bilərəm ki, burada radar sistemi yoxdur, yol kamera sistemi yoxdur. Heç nə yoxdur uşaqlar. Polis sadəcə gəlir, maşını aparır, evakuatora qoyur və ya nə bilim sürüb aparır, cəza kəsir. Cəza vasitəsilə şey. Və qardaşlarımız kabab satırlar, dolarsa. Sağ ol qardaşım, pul dəyişir. Təşəkkür. Qonaqpərvərdilər. Babam ciyər. Salam aleykum. Görsən ciyər satırlar, kabab satırlar. Yəni burada ölkədə sistem yoxdur. Altyapı deyir türklər, altyapı hələ də formalaşmayıb. Banklar işləyir işləməyinə, amma genel olaraq sistemdə böyük boşluqlar var. Salam aleykum. Salam aleykum. Yorulmayasın qardaşım. Baba nətərsən? Başıma dönüm. Salam aleykum. Salam aleykum. Yorulmayasın. Təşəkkür. Və çox ehtiyatlı olmaq lazımdır. Oğurluq baş alıb gedir. Herat şəhərindəyəm. Herat şəhəri ticarət şəhəri olaraq adlandırılır. İnsanların əksəriyyəti burada ticarətlə məşğuldur. Və onu da deyə bilərəm ki, uşaqlar, burada dövlət işində işləyənlər çox az maaş alırlar. 100 dollar, yəni 170 manat, 80 dollar, 90 dollar. Ucuza bilet haradan alıram? Aviasiyasdan. Aviasiyasın web saytına daxil olaraq dünyanın istənilən bölgəsinə bilet ala bilərsiniz. Maraqlı millətdirlər, yəni insana, turistə çox maraqlıdırlar. Bilgilər o qədər çoxdur ki, birini qoyub birinə keçirəm. Taliban isə qəti bir əmir verib, hər iki Taliban da, cənubda, ortada, yəni cənub-şimal deyim sizə. İkisi də qəti qərar verib ki, gələn turistə heç bir şey olmamalıdır. Əsasən blogerdirsə dəhşətli dərəcəsində qorunmalıdır. Və burada da Hindistandan yadınıza gəlsən tuk-tuklar var. Tuk-tuka nə deyirlər bilmirəm. Salam aleykum. Burada tuma bənzər bir şey satırlar uşaqlar. Bunun kilosu çox bahadır. Səhv eləmirəmsə. How much? How much? Salam aleykum. How much? Canğazini bilmirəm. Təşəkkür. 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 Bir bax çay zad içə bilərsən, yəqin elə dedi. Baxın məsələn uşaqlar. Burada pul dəyişirlər qardaşlarımız. Hər yerdə pul dəyişirlər. Böyük bir küçə biznesi var burada. Bankda dəyişə bilirsiniz. 11 dənə bank olmalıdır. Onun ikisi dövlət bankıdır. Yerdə qalan yarı dövlət, yarı özəl, digərləri isə özəldir. Baxın, hər yerdə pul dəyişirlər. Buranın pulu İrandan daha dəyərlidir. Bundan öncəki videoda sizə bir bilgi vermişdim. İranda benzinin qiyməti Instagramda da paylaşmışdım. 6-7 qəpikdir. Burada isə benzinin qiyməti 1 manat 60 qəpikdir. Benzin qaçaqlığı üst səviyyədədir uşaqlar burada. İran sərhədindən benzin qaçırdıb gətirdirlər Əfqanistana. Əfqanistanda məsələn satırlar 80-90 qəpiyə. Bu iş isə çox karlı bir işdir. Təbii ki də tutulanlarda olur. Salam aleykum. Çox pis ürəyim qalxdı. Çox pis iyi gəlir. Burada bir yani. What is this? Özbek? Özbek pilav. Özbek pilavıdır. Dəm onu bir qarışdır qardaşım. Bir qarışdır bunu. Türkmənsən? Özbək. Qardaşım Özbəkdir. Mən də Azərbaycanlıyam. Türkəm. Canıma qurban olaram. Yorulmayasın. Ay çətin deyil sizin işiniz. Buranaqdır. Başıma dönərəm. Çox sağ ol. Bu nədirsə bundan çox pis gəlir. Çox pis gəlir uşaqlar. Burada da aftağa var, kuçinka. Gördüyünüz kimi. Hə qardaşım, nətərsən? Salam aleykum. Aleykum. Türk. Çox özbək, türkmən yaşayır Əfqanistanda, həddən artıq. Və gördüyünüz kimi otururlar belə. Salam aleykum. Nuşican. Burada what is this? Özbek pilav. Özbek pilav. Özbek pilavıdır. Əlləri ilə əsasən yemək yeyirlər. Qadan qalın, nuş olsun. Başınıza dönərəm. Çeçenka məzahir. Çeçenka. Saçına var Çeçenka. Qardaşım nuş. Nuş olsun. Afiyet. Çox sağ ol. Çox sağ ol. Türkistanlısınız? Türkəm mən, Azərbaycanlıyam. Azərbaycan. Yorulmayasınız. Belə uşaqlar, maraqlıdır. Səmimidirlər, qorxulu heç bir şey yoxdur. Əfqanistan haqqında çox insan fikirləşir ki, təhlükəlidir. Hər ölkə kimi təhlükəlidir. Pis hər yerdə var, amma
genel olaraq insanlar burada istiqanlıdırlar, qonaqpərvərdirlər. Nömrəsi yoxdur. Qorxma qadan alım. Qorxma, yeməyəcəm səni. Franklerin nömrəsi yoxdur, bunun da, amma bunun nömrəsi var. Bu maşının nömrəsi olmadığına görə Taliban istədiyi vaxt bunu əlindən ala bilər həmin şəxsin və əsasən sükanları da sağda olur. Sağda olanda qiymətlər daha da ucuzlaşır. Məsələn, bunun qiyməti belə 15.000 dollardırsa, nömrə ilə bir yerdə olur 30.000 dollar. Belə bir şey. Bir də dilənçilik çoxdur burada. İnsanlar çox gəlib pul istəyirlər. Varlı insanlar varmı? Var. Amma bir çoxu xaricdə yaşayır. Amerikada yaşayır, Avropada yaşayır. Bax, qardaşım da burada İran pulu da dəyişir. Tümən? Tümən? Riyal. Türksən? Farsi? Səlam. Səlam. Burada da tümən var. Təşəkkür. Təşəkkür. Qadın qalarım, hayda. Hə, oturun. Elə şeylədin, elə bildim, yeyəsən məni. Dayı tüpürdü. Dayı nətərsən? Başına dönün. Əfqanistan təhlükəli deyirlər. Amma salamatçılıqdır. Yaxşı. Yaxşıdır. Öpürəm, sağ ol. Sağ ol, var o. Bu qardaş məsələn varlı bir qardaşdır, varlı bir əfqandır. Kaos görmək istəyirsiniz uşaqlar? Sizə kaos göstəreyim, gözləyin. Kaos, mən kaos deyəndə ilişirsiniz. Nə tərs qaqa, nə var nə yox. Dərsini oxumayan, məni izləyən uşaqlar var ha. Hər şey mız-mızlanan uşaqlar. Baxın, sizlə yaşıddılar, amma hansı şəraitdə yaşayırlar. Heç bir hüquqları, heç bir haqları yoxdur. Ananızın, atanızın sözünə qulaq asın. Yol hərəkət qanunu yox, sıfır uşaqlar. Kim kimədir burada? Gördüyünüz kimi maşının nömrələri belə yoxdur. Ölkədə radar yoxdur. Polis sadəcə belə bir iki dənə yönləndirmə eləyir. Polis görsəm göstərəcəm. İranda belə. Salam əleykum. İranda belə piyada keçidindən keçsən siqnal verir ki, çəkil hə. Ay sən dayanmalısan, mən yox. Bunlar taksilərdir. Taksilərin əksəriyyətinin nömrəsi olur. Taksi maşınına sahib olmaq isə burada böyük bir şeydir. Yəni böyük bir şeydir. Belə xanımlar da var, bəylər də var, amma xanımları çəkmək qətiyyən qadağandır və ünsiyyət qurmaq da qadağandır. Bir çox insanların burada görsəz əli yoxdur. Görsəm göstərəcəm. Sağ əli və ya sol əli ya oğurluq ya da müharibə ölkəsi, savaş ölkəsi olduğuna görə əllərini itirirlər ya da dövlət onların oğurluq elədiklərinə görə əllərini kəsirlər. Amma İranda əl kəsilmən söhbəti yox idi oğurluq üçün. Burada ət satırlar, qardaşlarım burada pilav satır. Salam aleykum. Görürsünüz. Qaqa nətərsən? Başına dönüm. Şirindilər, mehribandılar. Yaxşıdırlar. Taliban da eyni şəkildə qarşıma çıxsa salam salam. Taliban da qarşıma çıxsa göstərəcəm sizə. Taliban da normal bir şəkildə insanla davranır. Çox şey səhv bilirsiniz bu ölkə haqqında. Mənim kimi bir çox bloger gəlib, onlar da problem yaşamayıb. İnşallah mən də yaşamaram. Baxın, belə mağazalar var. Demək olar ki, bu ölkədə hər şey satılır. İranda Mastercard, Visa kart işləmirdi, amma burada işləyir. Bu isə uşaqlar kökdür. Görürsünüz? Kök. Kök, sarı kök. Yox, bu sarı kök deyil, normal kök. Salam aleykum. Bu nədir belə, qardaşım? Əncirdir, Allah. Əncir. What is this? Əncir. Əncir. Əncirdir uşaqlar, bax. Burada da şişmiş var. Bu xeyirdir, qaqa. Salam aleykum. Salam aleykum. What is this? Karpuza. Karpuza? Karpuza. Karpuz? Karpuz. Nəsə? Bu iydədir, uşaq vaxtı bundan. Yox, xurma. Xurma, iydə dörə, mən beynim yanıb. Bazar olsun, bərəkətli olsun. Qurbanlaram. Türk. Sağ ol. Burada da qoz satırlar. Cəviz. Orada bax cəvizi.
Aa, tut. Tutu qurudular. What is this? Tut? Tut? Yes. Xo. Çox sağ ol. Qoza bax elə. Qozun kilosu bahadır ki. Nə var, nə yox, hər şey axtarıb tapa bilərsiniz. Burada silah dükanları da var, odlu silah satırlar gənclər. Tapa bilsəm göstərəcəm. Bildiyiniz yəni AK satırlar, tüfəng satırlar. Dayılarım burada saat satır. Salam aleykum. Salam aleykum. Çox qonaqpərvərdilər uşaqlar, 7-sindən 70-nə. Təşəkkür. Çox. Mədəni olduğunuz halda, məsələn, Talibanla sərt danışmasan, söyməsəz, Taliban sizi qətiyyən incidə bilməz. Yadınıza gəlsə, Tayland polisi haqqında da belə deyirdi. Kababın qoxusuna bax, qadan qalım, qalın şiş eləyin, qalın şiş. Yox, bu balaca şişdir, şeyə görədir. Görürsünüz? Küləkdir. Çox küləkdir. Bu qardaşlarım burada nəsə yazır, mahnı yazır, bir şey eləyir. Necəsiz? O vaxtda Şirvanda Vaska var idi. Flash kartı aparırdıq, bizə mahnı yazırdı. Sizin yadınıza gəlməz. Əli Bayramlı uşaqları bilər. Vaska, göy-göz Vaska deyirdilər. Öpürəm sizi. Təşəkkür. I am good. You? You good. Thank you. Very good. O uşaq məni ömür boyu unutmayacaq. Xatırlayacaq həmişə məni. Nətərsən qardaş? Nə var, nə yox? Can. Burada da can sözü var. Aa, ətir. Ətir satırlar. Salam aleykum. Bir çox ətir var. Qardaşlarım, nə edirsiniz? Yemək yiyirsiniz? Nuş. Təşəkkür. Oy, dayı, bu nədir belə əlində tutmuşsan, qadan qalım? Nədir bu belə? Bu nədir, mən heç görməmişəm bunu. Şirin insanlardılar, uşaqlar, çox şirin. Kameranın daşını dəyişdim, burada qıra oxşayan bir şey satırlar. Oy, bu nədir belə, qaqa? Brother, what is this? Kim satır bə? Yoxdur burada satış eləyən. Dayı, kim baxır bura? Polkanın yaşı yoxdur. Bu nədir ola? Bu nədirsə? Qəribə bir şeydir. Çox qəribədir. Heç nə başa düşmürəm, qardaşım. Nəsə deyir mən ondan. Sağ ol, dayı, valla. Çox sağ ol. Baxın, burada da Herat qalası var. Herat şəhərinə aid olan bir qaladır. Kimdən nə bilgi soruşdum demədi. Mən Google'a yazmışdım ki, Herat haqqında bilgilər. İngilis dilində də yazdım. Wikipedia'da baxdım. Düzəməlli bir şeylər tapa bilmədim. Burada bizi vurub əncir eləyəcəklər, qaqa. Qalaya gedərik. Burada qaladan daha maraqlı şeylər var. Bu arada görürsünüz, generatorlar var. Bağırıram, bilirəm. Generator burada niyə var sizə deyim. Uşaqlar, İran əvvəl bura elektrik satırdı. Sonrasında İran deyib ki, mən özümə çatdıra bilmirəm, artıq satmayacam sənə. Özünü istifadə eləməyə başlayıb. Türkmenistandan bura elektrik gəlir. Amma Türkmenistan da bura çatdıra bilmədiyi üçün elektriyi gündə bölürlər hissə-hissəyə. Yəni ki, məsələn, şəhərin şimal tərəfi saat məsələn 3-ə qədər elektrikdən istifadə edə bilir. Cənub tərəfi isə 3-dən sonra istifadə edə bilir. O birisi saat gecə nə bilim 2-dən istifadə edir. Bu cürünə bir sistem qurublar burada. Çox yerdə də generator var. Benzin də təbii ki də bu ölkədə bahalıdır. Amma pul vahidləri şeydən dəyərlidir. Tüməndən dəyərlidir. 1 manat 38 Afqani eləyir. Rupi də deyirlər, Afqani də deyirlər. 38 Afqani eləməlidir. 100 dollara nə qədər pul verdi mənə? 100 dollara hardasa 6600. Belə də hesablayanda 1 dollarım gəlir düşür 66-ya. 66 şeyə, adı nədir? Afqaniyə. Burada çox xanımlılıq da var. Türklər çox eşlilik deyir. Yəni ki, bir şəxsin 2 yoldaşı, 3 yoldaşı və 4 yoldaşı ola bilir.
Bundan öncəki videoda türkmen bir qardaş var idi. Məsələn, onun 2 yoldaşı var və üçüncüsünü alacaq. Soruşdum ki, bəs üçüncü yoldaşınız evli olub, olmayıb? Yəni bunun önəmi var. Dedi, təbii ki də evli olmamalıdır. Yəni yeni evlənəcək xanım da eyni şəkildə şeydir. Adı nədir? Subay bir xanımdır. 4 uşağı birinci xanımdan var. Köhnə xanımın hamilədir, bir uşağı var. Yeni xanımından da bir uşağı var, o da hamilədir. Eyni vaxtda ikisi də hamilədir. Burada legaldır, qanunidir. Dayım yaşıl çay içir. Dayınış olsun. Salam aleykum. Necəsiz? Salam aleykum. Belə. Ən mərkəzi destination buradır. Ən mərkəz hissə buradır uşaqlar. Gördüyünüz bu yerdə. Taliban da bu mövzuda, məsələn, hansı mövzuda arkada xanımlar keçdi. Gördüyünüz kimi tam qapalı deyil. Taliban da bu mövzuda deyir ki, başımı qapadı sadəcə. Səndən istəyim odur. Radikal bir şey istəmir, deyə bilirəm. Burada kokonatlar var. O, bu nə olur da? Hindistan cəvizi. Salam aleykum mənim qardaş. Necəsiz? Yaxşısınız? What is this? Söyle. What is this? Forsi bu. Name. Adı nədir adı? Name. Paştu. Pəşti. Ha, parti, paşto. Parsı, pəşti. Baleba git, şuna git. Pəştu deyirəm mən. Hə, Pəştu burada millətdir. Adı, what's name? Ha. O, Kola. Ne deri? Oy, day bismillah, qorxdum. Day nətərsən qadan qalım. Qorxdum, nə vardı? Bunun adı var, nəsə. Və əfqanlar taxır bunu. Maraqlı bir şeydir. Baxın. Paşto ve kafası. Azərbaycan, Türk. Mən Türkəm. Thank you, brother. Thank you. Qadan qalaram, hə. Bu nədə daş satırsın, necə? Qor. Adı qordur. Tərəzilərinə bax, sanı. Köhnə tərəzilər. Again. Yeah, okay. Thank you, brother. Silah mağazalar da var, onu axtarıram. Bilmirəm hardan tapacağım. Burada yolu keçmək ürək istəyir uşaqlar. Ürək istəyir, həm də nətər. Mən yolu keçməyə də bilərdim əslində. Nə istəyir? Qardaşım, yiyəcəklər mən səni. Gəlib məndən pul istəyir. Hamısı pul istəyir bunları. Pul versəz arxavızı buraxmırlar. Yəni gəldikcə gəlirlər. Salam aleykum. Salam aleykum, aleykum. Hə, arxavızdan gəlirlər. Dayanmadan gəlirlər özlər. Çünki pulu vermişsə axı. Verməmək lazım uşaqlar, görməmək lazımdır. Və bir balaca sərt danışmaq lazımdır. Onun dərəcəsini yaxşı düzəltməlisiniz. Yoxsa problem çıxa bilər, Talibanı çağırır. Təbii ki, salam aleykum qardaş. Taliban gəlib təbii ki də ona haqq verməyəcək, amma lazım deyil də Talibanın diqqətini çəkmək. Hər ehtimala qarşı deyirəm, pisliklərinə görə. Salam aleykum. Necəsiz mənim dayılarım? Bibi yoxdur burada. Hindistanda bibilər var idi. Vay, qardaşım necəsən? Salam aleykum. Bazar olsun. Salam aleykum. Bax Türkmensin. Türkmen, Özbək? No? Yandırdım. Heç bilmədim uşaqlar, güya bilirdim. Ətrafda çox şey var, yəni bu kameranı çevirim, siz özünüz baxın. Hər şey var ətrafda. Hər şey satılır. Qaqa, qorxdum ay qaqa, nətər çıxdınız? Birdən qorxdum ha. Burada da dərdəmir satılır. Vay. Gedirik belə görək nə olacaq. Bayağı əsəbləşdi uşaqlara. Çünki bu uşaqlar
Əsasən küçədən nəsə yığırlar. Burada bir-birlərini də çox əzir əfqanlar. Bir-birlərinə qarşı qət hörmətləri yoxdur. Dayı palto satırsan, aynen. Bunlar orijinaldır, görəsən. Vay bismillah kardeşim, korktum. Necə salam aleyküm. Türkiye. Türk. Türkçe biliyor musun? Biliyorum, az biliyorum. Türkiye'de mi çalıştın? Çalıştım İstanbul. Kaç sene? 2 sene. 2 sene. Kaçak mı çalıştın? Evet. Nereden gittin kaçak? Kaçak gittin. İran'dan Türkiye. Türkiye gittim. Türkiye hoştur. Aa, çok güzel. Güzeldi. Çok güzel. Para kazanılıyor mu orada? Para, money çoktur. Çoktu. Türkiye çok güzel. Ben çok istiyorum. Gitmek istiyorsan. İnşallah alabiliriz. Sen burada aylık kaç para kazanıyorsun? Burada Burada. hiç yok. Hiçbir şey. Yok, mesela çalışsan kaç para kazanırsın? Burada mesela 15 milyar. 15 bin. Milyar da pan. 15 bini deməkdir. Evet. 15 bini deməkdir. 15 bin də hardasa gəlir eləyir 200 dollar kimi bir şey. Devlət işi daha azdır. 15 bin. Gəzək mənlə. Evet. Ne gəzək? Ha qaqa yavaş ol qaqa. Qardaşım qaçaq gedib. Bir ara əfqanlar qaçaq gedirdi Türkiyədə işləməyə. Kaç yılında gittin Türkiye'ye? 5 sene sonra. 5 sene önce. Çok güzel. Ben Türkiye'yi çok seviyorum. Ha. Çok seviyorum. Adaklar çok iyi, güzel. Yani ben çok Sana nasıl davranıyorlardı Türkler? çok iyi. İyi mi? İyi, çok iyi. Ne iş yaptın orada? Ne iş görmüşsən orada? Orada ben yüzüm küçük burada. Ne? Udun var. Odun kesilmiş qaqa. kesilmiş. Meşəbəyi. Meşəbəy demirlər ona nə isə. İndi bax məsələn burada sokak pazarında çalışan bir adam kaç para kazanıyordur? Burada. Burada. Bu Türkiye bilmiyorum anladın? Kaç para mesela? 5 bin, 6 bin, 7 bin burada. Ya, biraz o zaman ki ben Türkiye. Hə, Türkiye demək istəyir ki, Ayşə, deyir ki mən Türkiyədə oldum deyə artıq burada bilmirəm nə qədər pul qazanırlar. Ya da mən özümdən çıxardıram. Sen ne zaman burada geldin? Dün. Dün? Kaç para bu? Bu da bu Suudi. Bu kaç para? Bu Suudi? Bunlar Əfqan dilində danışan millər. Bu 106. 106. Kilosu mu? Kilosu 106. Mənə dedilər bu bahalı bir şeydir. Təşəkkür. Dedilər bahalı bir şeydir. Kimsə basır. Kabralar niyə belə daxil? Acaba bu Türk. Hə, bu sənin dostundur. Bu sen benim dostum. Çok iyi adam. Hə, Allah razı Çok olsun iyi ondan. adam. Ben bunu çok seviyorum. Acaba bak. Bak ben ne kadar mesaj konuşursan onunla. Konuşuyorum. Pasaportum orada. Benim pasaport çiz. Sənin pasportun oradadır. Yok ben fotoğraf attım. Hə, fotoğrafını atıb ki, viza məsələsini eləsin. Bu da söyledi, bu da orada Ne? olmaz. Hə, sən burdan eləməlisən. Sözün açığı mən də bilmirəm. Maşallah, maşallah. Allahu Ekber. Deməli uşaqlar, burada gedəcəyik. Xanım var, kameranı üzümə çevirim. Birdən bizi partlatdı deyirlər də bu ölkənin sağı solu bilinmir. Ehtiyatlı olun. Ay, bu nədir? Yeraltı keçiddir, bu nədir? Qardaşım, buradan mı keçək? Bunlar buranı niyə qazıb belə? Düzəlmək çox istəyirlər uşaqlar, çox inkişaf eləmək istəyirlər. Amma Taliban öz arasında anlaşmır. Anlaşsaq yaxşı olar. İnşallah inkişaf eləyərlər. İnşallah buradakı balalar çox gözəl böyüyər. O uşaqların heç bir günahı yoxdur. Allah yar və yardımcıları olsun. Nə deyim? Allah köməkləri olsun.
Qaqa, nə pişirirsən burada? Nə pişirirsən? What is this? Hi, Salam aleykum. how are you? Fine, thank you. What about you? I feel good, thank you. Qaqa, nəsə sorun təkərə düşdüm. What is this? Sheep's meat. Sheep's meat. Where are you from? I am from Azerbaijan. Azerbaijan, okay. Nice to meet you. Welcome to Afghanistan. Thank you. Bile geç. Geçsey dayı. Geçsey dayı, geçsey. Böyle kolala. Selam selam. Thank you brother, thank you. Thank you brother. Bilirler. Okay, hey. Dört artırma. Belə yer də var, uşaqlar. Gəlib oturub burada yemək yeyə bilirsiniz. Səliqəli restorandır məsələn. Görürsünüz, keçib oturub doyunca yeyirsiniz. Burada meyvə suyuları da məşhurdur. Çox meyvə suyu satırlar və çox meyvə suyu içirlər. Dondurmalar da məşhurdur. Məsələn, Afqanistanda belə bir yerin olması. Salam aleykum. Çox gözəl. Can I make video? Yes, yes. Belə bir yerdir. Bu nədir bəs? Azərbaycan. Azərbaycan. What is this? Water. Water? Not green tea. No green tea. Burada çox yerdə yaşıl çay da olur. Baba meyvə suyu. Bax, qaqam doğrayır. Salam aleykum. Qaqam işində peşəsindədir. Ad günümü Əfqanistanda qeyd edəcəm uşaqlar. Bir balaca tüpürdüm deyəsən. Şərəfəttin qardaşım Türkiyədə yaşayıb 4 il. Sonra deyib ki, bıxdım artıq. Geldim. Evet. Hansı şəhərlərdə yaşamısan? Ben İstanbul'daydım, Ankara'ydım. İstanbul. Evet. Biz sana Ankara'da iş çalışıyordum. Ama Sarı Türkçeyi qəşəng, ay qadın alım nə də? Ama Türkçeyi qəşəng öyrənmisən. Evet. İyi konuşursan. Burada durumlar nasıl? İyi mi? İyi ya. Kötü de değil, iyi de değil işte. İyi mi? Geçiyor. İnsanlar mutlu mu? Mutlu ya. Herkes Eski düzen mi? Eski hükümet mi? İyiydi şimdiki mi? Şimdiki. Şimdiki. Qadan alarım. Şimdiki eskiden biraz hırsızlık vardı. Taliban Bir şeyler var, iyi yani. Şimdi iyi. Taliban'da her şey okey. Teşekkür ederim. Sağ ol. I am from Azerbaijan. Azerbaijan, yes. You know Azerbaijan, do you know? Yes. Ay qadan qalım, birinizə niye elə edirsiniz? Salam aleykum. Vay, yavaş. Hey, my bro, Yeah. have a good day. Thank you. Have a good day, Thank bro. you so much. you. Ağzıma giripti. Dayı sen mən Dağarsan ha. Burada restoran var ha. Girək görək ha. Yox, girməyək. Bura restoran deyilmiş. Salam aleykum. Nuş olsun. Qaqa. Bayaq dedik, güldük, get. Ay. İnsanlar burada həqiqətən kasıbçılıq görüblər, çətin həyat görüblər. Çox çətin həyat yaşayırlar. Qaqa, nə olar? Dayıma baxırsan, salam aleykum. Dayım yaşıl çay içir. Assalamu aleykum. How are you? Necəsiz? Tank. Yaxşısınız? Yaxşı. Yaxşı. Are you Farsi, Peştu? Boştu. Peştu. Qardaşım Peştudur. Peştu burada bir millətdir. Heratda Peştular çox olur. A lot of Peştu here. Boştu. Benzal ajda vel swalis. Atalas vel swaliye gani gar boştu. Dayı heç nə başa düşmür. Dayı ilə bir dənə şəkil çəkdirəcəm. Foto together. Uşaqlar, mən belə ölkələrə gələndə çox xoşbəxt hiss edirəm. Çünki insanlar həddən artıq səmimidirlər. İnsanlar çox mehribandılar. Bu da mənim çox xoşuma gəlir. Məsələn, babama bax. Baba nətərsən? Salam alaikum. Assalamu aleykum. Bu basit. How are you? Good. Good. Thank you. Thank you. Göz uşaqlar, yəni bu mənim üçün çox dəyərlidir. Deyib gülməyimə baxma, o da xoşbəxt olduğundan. Buradakı insanlar həqiqətən çox şirin insanlardılar. Oo, qaqam.
Bu çox qəşəng bir motor düzəldir özünə. Sağlıqla sürsən. Vay, yavaş. Uşaqlar, baxın, burada silah satırlar. Demək olar ki, bura silah bazarıdır. İlərdə də silah satırlar. Silahlardan satırlar. Tüfəng var. Köhnə bir silah var. Vay, 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 vay. Patronlar var. Bunu sənədsiz satırlar bir də. You can make video? Okay. Tüfəng budur. Belə bir tüfəng. Bu köhnədir, ikinci əl olaraq satırlar, köhnə silahlardır. This is new. New. This is China. China? China. China-dan gələn. He is from China. Ha, bu tir tüfəngidir. Balaca dəmir atır. Amma yaxından vurulanda zərər verə bilir. Bu cürlə bir yeri var, balaca. Tir tüfəngidir bu. Allah, bu nədir? Oha! God damn! O, nə təsəvvür bu? Real gun? Real gun? Yes. Allah, uşaqlar. Mən yaxşı çək, xala oğlu, bir dənə deyəm. Belə tut, belə tut, belə tut. Okay. Belə tut. Good. Belə bir əlimdə silah var. Hansı ki realdır. Vay, 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 vay. Realdır, amma real silahdır, qardaş. What are you from? I am from Azərbaycan. Azərbaycan. Uşaqlar, baxın, mərmini taxır ora. Yox, qaqa, o bizim əlimizdə partlayar. Belə bir silah satırlar, uşaqlar. Gördüyünüz kimi. How much? How much? How much? 20.000 əfqani eləyir, uşaqlar. 20.000 əfqani də nə qədər eləyir, aşağı yazacağım. Bu gördüyünüz silahın qiyməti 20.000-dir. Və burada digər silahlar da var. Təşəkkür, təşəkkür. Uşaqlar da məndən gedir. Bilmem neden baktı. I don't understand. Hər şey var bu ölkədə. Hər şey. Türkiye. Hə? You're from Turkey. Azərbaycan. Azerbaycan. You know Turkish language? No? Yəni yoxdur uşaqlar. Hər şey var. Branjilet də var. Buna var, burada silah düzəldirlər. Salam aleykum. السلام عليكم ورحمة الله Salam aleykum. بخير؟ Wa aleykum salam. Can I make video? بخير. Burada Winchester نوشیدنی چیز var. من داریم که بیارم برات. Okay? چای نوشیدنی میخوری که بیارم. Çay? آه. No, thanks. Thanks. Çaya qonaq edir. Thank you. Thank you. موفق باش. Çaya qonaq edir. Dayı nə tərsiniz? Salam aleyküm. Hə. Yəni qəribə ölkədir. 20.000 əfqani. Bir dənə avtomat ala bilirsiniz. Amma çoxu da işlənmədi. İşlənən silahlardır. Çox fərqli geyimlər var burada. Thank you. Sağ ol, sağ ol. Axırıncı getdin, sağ ol. Salam aleykum. Salam aleykum. Thank you. Qardaşlarım burada geyimlər satırlar. Uşaqlar təmiz başma xarab elər. Mən uşaqları normalda sevirəm. Burada da silah satırlar. Hər tip silah var. Hər tip. Mərmisi, zadı, hər şeydə bir şal götürdüm. Afqanistanda bundan sonra... Oh, thanks. Şalımızı götürdük qardaşım. Yavaş-yavaş əfqanlaşırıq. Mən Azərbaycanda avtostop zamanı bunun birindən var idi məndə. Başıma bağlayırdım.
çox sərin saxlayır və bir o qədər də yaxşıdır. Gedirik, görək nə olacaq. Uşaqlar, baxın, 2 metr bu tərəfdə düz yol var. Oradan keçmirlər, buradan keçirlər. Çox qəribədir, çox. Həddən artıq qəribə bir ölkədir. Hər yerdə səs, küy, ayaq ona. Bu beton yerdən keçək. Xanımlar da var, gördüyünüz kimi. Amma xanımları çəkmək böyük bir problemdir. Bunu dəfələrlə deyirəm ki, ağlımda qalsın. Hər şey bir anda səhv başa düşülə bilər bu ölkədə, amma soyuqqanlı olmaq lazımdır, sakit olmaq lazımdır və insanları necə deyərlər, yola vermək lazımdır. Əsasən Talibanı. Burada kral da Talibandır, padişah da Talibandır. Bəs desəz Taliban necə olunur? Uşaqlar, Taliban olmaq üçün siz xidmət eləməlisiniz illərlə. Belə deyim sizə, məsələn, bundan 5 il əvvəl, 10 il əvvəl xidmət eləyənlər, dağda, bayırda, qarda yatan insanlar bugün kef edirlər. Çünki vaxtında çox əziyyət çəkirlər. Çünki çox savaş veriblər. Bugün Talibanlar normal bir şəkildə kef edir. Salam qardaşım. Salam. Əlimi gedib spirtliyim yatağa. Balon tapım, balon içində salım çıxardım. Herat şəhəri belədir. Gördüyünüz bu küçə Heratı 2 hissəyə bölür. Şimal və cənub. Cənub hissəsində kasıblar yaşayır, şimal hissəsində isə varlılar. Yadınıza gəlirsə, Tehran videosuna baxmışsınızsa, Tehranda da elə idi. Şimalda varlılar yaşayırdı, cənubda kasıblar. Belə, ətraf belədir. Kubi, xa. Nə bilim, nə deyirsən xalaqlı? Burada təqribi 50 milyon insan yaşayır və bu insanların bir çoxu türkmən, özbək, azərbaycanlı, azərbaycanlılar da yaşayır. Əlavə olaraq da deyə bilərəm ki, farslar da var. Pəştunu dedim deyəsən. Beynim yığmır, uşaqlar. Beyin yığmır. Soyuqdur hava bir də, çox soyuqdur. Belə bir yerdir Əfqanistan. Məsələn, bunlar Talibandır, uşaqlar, Taliban əskərləri. Vaxt var idi, bu Taliban əskərləri dağdaydılar. İndi isə artıq şəhərdədirlər və ölkənin hər yerinə nəzarət edirlər. Zakir abi türkməndir, amma Əfqanistan vətəndaşıdır. Amma Türkmənistanda da yaşayır. Çox amalı bir cümlə oldu. Özü türkçəni də başa düşür, Azərbaycan dilini də başa düşür. Türkmen dilini də mən yavaş-yavaş öyrənirəm. İnşallah. İnşallah. Buradan bütün Azerbaycanlı kardeşlerime selam olsun. Salam aleyküm. İnşallah Afganistan'a gelseler qonaq alırız. Çok memnun oluruz inşallah gelseler. Çok sağ ol. Çok hepsi sağ ol. kardeşlerimizdir. Allah razı Buradan olsun. sevgiler, saygılar hepsi. Çok sağ ol. Thank you. Uşaqlar, yeni bir gündən hamınıza salam olsun. Hansı ki dünən çox yağışlıydı və biz villaya gedə bilmədik. Buranın Azərbaycanlısı olan qardaşla görüşə bilmədik. Çünki yollar pis olduğuna görə yağış yağanda artıq kənd yollarına getmək olmur, girmək olmur. Bizdə də maşın cib deyil idi. Deməli nələr oldu, nələr. Mən bilet almışam, Kabilə, təyyarə bileti. 100 dollara aldım, yəni 170 manata. Çünki buradan 1000 kilometrədir və avtobusla getmək istəmədim. Həm vaxt itirəcəkdim, həm də mənə qardaş dedi ki, yəni qardaş gedəsən 2 gündə yorulub dincələsən də. Yəni elə bir salam. Hə, gedəsən 2 gündə yorğunçuluqdan yatarsan, otelin pulu da 35-40 dollar. Yəni 80 dollar onsuz da otelə gedəcək. Dedi salamatı sən belə get. Mən dedim ki, yaxşı, Allah razı olsun, bu cür formada gedərəm. İndi nömrə almalıyam özümə. Nömrə aldıqdan sonra yemək yeməliyəm. Bəlkə yeməyi öncə yeyərəm. Bundan sonraki video Kabil videosu olacaq. Kabil videoda Taliban haqqında bilgi verəcəm. Əfqan qardaşlar haqqında bilgi verəcəm. Salam aleykum. Əfqan qardaşlar haqqında bilgi verəcəm sizə. Bu video giriş videosu olsun.
Əfqanları çox yanlış tanıyırdınız. Mən sizə bunu sübut eləyəcəm. Ola bilər biraz vəhşi olsunlar, amma yaxşı insanlardılar. Salam aleyküm. Dedi silahla görsənmək istəmirəm, amma dedi silahsız problem deyil. Dedim yaxşı. Bunlar əsasən securitylərdir uşaqlar. Securitylər bu formada qapıların önündə dayanırlar. Bizdə də var securitylər. Küçələr belədir. Hava çox yaxşıdır. 12-13 dərəcə bir hava var. Burada qapı pəncərə düzəldirlər. Canım ay Telma. Bu arxamdakı Talibandır. Gördüyünüz. Sağ tərəfdə dayananlar da Talibandır. Belə. Salam aleyküm. Salam aleyküm. Xamış, xamış. Salam aleyküm. No, thanks. Oh, I am tourist. Just traveling. Thank you. We can video together? No. Okay. Thank you. Teşekkür. Thank you. Gördünüz uşaqlar, saxladılar, əmin oldular və buraxdılar. Mərkəzə getmək istəyirəm, qaqaşa videonu göstərirəm. How much? If you want. Ha? If you want. Nə qədər vermək istəyirəm? 10 okay, 10. 10 Əfqaniyə gedəcəm, gənclər. Ya Allah! Qaqa, siz inkişaf eləmişsiniz ha, Hindistanda bunları, qardaşım, açıq sürürlər. Necəsən? How are you? I speak English, but not very well. My English is not good, bro. Yeah. No, I am learning English. No Yeah. problem. Which country you came to here? I am Azerbaijan. Azerbaijan. Yeah, I am Turk. Okay. You Pashtun? You Farsi or Pashtun or Afghani? Persian. Pirja. Yeah. Pirja bir millət imiş. Burada yeni öyrənirəm. Burada rikşa deyirlər tuk-tuka. Qardaşın tuk-tukundan düşdük və artıq mərkəzə demək olar ki, yaxınıq. Buralar əsasən mərkəzi küçələrdir. Dünən göstərmişdim sizə. Bir şeylər yeməyə çalışacağam. Çox acam. Eyni şəkildə də nömrə almalıyam. Görürsünüz də qardaşlar, insanlar necə bir vəziyyətdə yaşayır burada. Baxın, məsələn, burada telefon satırlar. Hello, salam aleyküm. Burada telefon satırlar. Telefon dükkanıdır. iPhone 17 Pro Max. This is original? No. How? Fake. Okay, how much one? Yeah. Fake imiş. Baqa, hissiyatı oldu eynidir. Fake iPhone 17 Pro Max. Fake telefondur. Uşaqlar, belə göstərim sizə. Kamerası bunu basanda açılırmı? Açılır hə. Kamerası da açılır. Çeçenkan qəşəydi ha. Bir də belə elə. Saçı belə elə. Hadi lan. Hava çox istidir. Çox. Gün üzümü yandırır deyə belə atdım. Onsuz da məntiqi də odur. Burada külək də olur. Tozdan qarşı külək. Ona görə belə ağızlarını da bağlayırlar. Bu isə kənd maşınıdır deyəsən. Kənd maşını. Salam aleyküm. Kəndə gedir bu maşınlar.